Salam. Biz hara gedirik? Gedək çataq deyəcəm hara gedirik. İl boyu işləyirik. Məsələn, gedib istirahət edək. Xalqın balaları kimi. Aeroportdayıq, Bakı aeroportunda. Neçə illər görmədiyimiz sənət dostlarımızı gördük. Yuxu yatmamışıq. Yenə də həvəslə gedirik çünki istirahətə gedirik. A few moments later. Sən söz demək mümkün deyil. Qarağı görürsüz, mən də hücuma deyil aləm. O tez uçdu. Uçdu qaldım. Sonunda gəldik, çıxdıq istirahət edəcəyimiz otelə. Gözəl bir mənzərə, super. Deməli, Bodrumda olduğumuzun ikinci günüdür. Bu arada deyim ki, gələn bir günündən o qədər yemək yeyirəm ki. Yəni belə bir şey yox, evdə yemək yox. Qəşəng qaralırıq, yavaş-yavaş. Qəşəng vlogumuz olacaq. Kameranın arxasında Səbinə var. Yuxarı rəfqə üçün gedən Aytən var. Amma çox maalesef ki, rəfqə buradaymış. Hər zaman bir də kamera arkasında Güney var. Bir də maması. Ələvi gəlmiş istirahədən. Bunları mən elə bilmirəm yığmışam qabağıma mən yeyirəm. Yox, mən tək yemirəm. Mən tək yemirəm, valla. Bundan da çox yeyirəm əslində. Dünən biraz sıxıldı, keyfimiz olmadı. Həm biraz ki o təyyarə, həm də ki otelə öyrəşə bilmişik. Gecəni gəzmişik ancaq görə harda nə var. Sonra bugün Güney xanım gəlir. Bu qədər keyfimiz gözəl olur ki, hələ bir həftə buradayım. Mən yəni bu qədər millət görmüşəm və çox yerlərdə olmuşuq. Nəsə deməyəcəm hansı milliyyətdəndir. İstirahət elədiyimiz yerdə hər kəsin gözlədiyi kimi liftdə gözləyirik. Gəl çıx biri ki, uşaq yanında. Uşaqlarını belə saymır, hörmətsizlik eləyər. Mənə də hələ bir Şokdaydım. məni əməlli başlı vurdu keçdi o. Niyə? Çünki yeməyə çatmamışdı. Yazıq. Ay yazıq. Vaxtında düşərdin, yeməyi yeyərdin. Çox dəhşət abırsız. Pişiyin səndən aburludur. Yedi içdi, hara gedir Aytən oynamağa, konsertə. İndidən bir şey olmuş. Ancaq gedirik. Qar eləyirik və gəlirik. Və belə işlərlə məşğul. Qara adamların ağ gün görməyi belə olur. Kommentariyada yazacaqlar. Amma demək istəyirik ki, biz artıq uşaqlıqdan belə ağ günlərlə məşğul. Allahım qismət eləsin. İl boyu işləyirik və ilin 12 ayından 10 günlük 10 günlük tərəfdən çalışırıq. Bodrumu niyə bəyənirəm? Çünki gündüzlər havası çox gözəl, isti olur. Axşamlar isə axşamlar isə çox qəşəng havası var. Türkiyəyə gəldiyim bir andan ancaq yemək yeyirəm. Kilo atmaqdan kilo almışam. Nuş olsun. Bugün bir daha fəxr elədim ki, Azərbaycanlıyıq. Bodrumda istirahət elədiyimiz otellərin birində dans qrupu ilə, rəqs qrupu ilə qarşılaşdım və bugün onların orada rəqslərini gördüm. Necə alın təri ilə pul qazanmaqlarını. Sizinlə fəxr elədim bir daha. Uğurlar arzulayıram. Səsiniz yüksəklərdən gəlsin. İnşallah. Necəyəm? Qaralmışam ya. Həm də qızarmışam. Qollarım yanıb, kürəyim yanıb, ayaqlarım yanıb. Özüm də bədbəxtəm, şikəstəm. Sabah necə qaralacam bilmirəm. Amma çox gözələm. Kökəlmişəm. Ətçə böyür. Yeməyə malını yerlər. Bugünkü gəzintimizin də sonuna gəldik. Hara gedirik səninlə? Otelə qaydırır. Bugün artıq Bodrum səfərimizin sonuncu günüdür və istəmirsən dönəsən. Amma nə yalan deyim, Bakı üçün çox darıxmışam, əzizlərim üçün çox darıxmışam. Gözəl istirahət elədik və yeniliklərlə gəlirəm. Bol enerji ilə. Gözləyin məni.